Hamıya salam. Bugün sizlərlə birlikdə Hilal Əlizadənin videolarına baxırıq. İlk öncə kanalıma abunə olub videomu bəyənməyi unutmayın. Sözü uzatmadan videomuza keçək. Demək, birinizdən başlayaq. Ana qızla ayrıldı yemənlə. Elə düz eləyib ayrılıb. Sən o yazığı heç olmasa bir dəfə gül almısan. İnanmarsan, Murat, hər bir dəfə gül almaq istəyəndə nəsə problem çıxırdı. Salam əleykum qardaş. Gül gətirdiniz. Qardaş, hər gün gəlib soruşursan, biz gül satmırıq axı. Ancaq pivə, zafuska belə şeylər satırıq. Pivə yerinə gəlib deyir ki, gül var. 6 litr pivə verdi ondan. Ala qızla ayrıldı. Buna görə ala bilmiş. Salam əleykum. Salam, xoş gəlmisiniz. Sizə necə kömək eləyə bilərəm? Qardaş, mənim dostum çox patriot adamdır. İki dənə sualı olacaq sənə. Buyurun. Birincisi patriot yox, vətənpərvər. İkincisi isə buradakı toyuq qanadları və souslar yerli istehsal və halaldır. Təbii ki, bəy, bizdə yerli və təzə toyuqlardan istifadə olunur. Həmçinin Popeyes'in bütün məhsullara halal sertifikatı var. Buyursun masaya. Buyurun, nuş olsun. Güman edirəm bu salfetlər də yerli istehsaldır. Çox üzr istəyirəm, müəllim. Onun nə fərqi var ki? Ağzınızı yaxalayın. İnsanın yediyi hər bir şey onun yerli məhsulu olmalı və vətənpərvərlik enerjisini bərpa etməlidir. Mən bəyəm təlx etməyəm sizdən elə belə danışıram. Mən sizə bir həm yerli kimi hörmət etdim, amma siz bu hörməti puç elədiniz. An olsun sizə. Biz bir qardaş qaçda hesabı kim verəcək? Ümumiyyətlə, vətənpərvərlik hiss elə... Göz mədəniyyəti. Mən bu video ilə bir dənə video çəkmişdim. O kanalımda short video çəkmişdim. Ona girib baxa bilərsiniz. Salam əleykum qardaş, nəsə? Ona görə buna baxmağı etdim. 20 yanvara 2 manatdan. Yabır elirsən bizi. Aynen, amma mən həmişə xaricdə belə özümü rahat aparmaq istəmişəm. Özü kim niyə burada məni tanıyır? Ay mədəniyyətsiz. Utanmırsan sən bizim adımızı batırırsan. Yabır eləyirsən bizi xaricdə. Sizin kimlərə görə də bizimkilərin adı çıxıb. Niyə özümü apara bilmirsən? Ay eşşək. Nə bilim, Sən Allah'ınızı basmayı heyvərə. Ay qardaş, niyə təhqir edirsən? Sevinir də. Özdə səndən 2 dəfə yekə deyə. Hilal, bizim qapının qabağındakı o maşın kimin? Günayla tez gəlmisən. İkinci pufik. Ne? Sən var, sən mənə xəyanət edirsən? Üç var ya. Çox danışırsınız. Ekranda siz bağlayın. Abin gəl öldürəcəksən. Yəni görürlər. O kolda kimindir? Mənə bir nələ gedəcəklər. Baba. Flix? Evdə kimsə var, sən mənə xəyanət edirsən? Yox da Netflix'dir də, hesablar azdan almışam, özü üstündə Prime Video'da hədiyyə eləyiblər. Sənə sürpriz eləmək istəyirdim də əzizim. Ayda, sən canım bağışla deyirəm axı. Mənim yoldaşım belə şey eləməz. Bu nədir? Üstündə tük var. Görmürsən ağ rəngdədir, yəqin dükanda yapışıbdı üstümə. Həm də yaşlı bir qadınla sənə xəyanət eləyəsi deyirəm ki. Şaxta baba. Hey. Hit it, hit it, hit it, hit it, get it, get it, get it, get it. Ow, ow, ow. Show them, girl, yeah, boom, boom. Oy. Salam qızlar. Bugün yoldaşımla tədbirə gəlmişik. O çox centilmendir və bizim bugünkü lukumuz belədir. Linkləri paylaşacağım sizinlə qızlar. Gördüyünüz Sənə də qardaş, nə edirsən, canın sağ ol. Salam əleykum yetim. Axşamınız Salam xeyir. Tanıdınız məni? Çıxı mikrorayonuna. Hə, Mıkının dostu, tanıyıram səni. Ha, sağ ol. Mıkının dostu. Mıkı bratvamızdır, radnoydur. Nə qulluq eləyim sizə? Allah canını sağ eləsin, Murat, qulluq sahibi olasan. Sağ ol atam.
Murat doğrudan tanıyırsan o mıkını. Ay yox, o hardan tanıyıram. Prosta bunların hamısı adı bir-birinə oxşayır da. Çıxı, pıkı, mıkı. Bir dənə baş samiti dəyişirsən vəssalam. Özü də Murat bu belə söhbət eləsə 1 saat söhbət eləyəcək, axırda da deyəcək ki 2 manat pul ver. Nə zor, mənim heç ağlıma gəlməmişdi. Salam aleyküm qardaşım. Salam aleyküm qardaş. Tanıdığım mən Mikidir Razinlə. Bir dənə baş samiti dəyişirsən vəssalam. Murat, salamatı mən sənə 2 manat verim, çıx get. Sən nəyəsən? Yusuf, nə tez gəldin? Sən belə tez gələndə öydün. İşin tez qutardı, tez gəldi. Nə fərqi var ki sənə? Yo, elə belə dedim. Prosta nə bilim, keç. Bu nə almısan? Həyatım Bizon Max da o. Sənin üçün almışam. Qiyməti o birilərindən 1 manat ucuz, tərkibi də daha yaxşıdır. Belə şeyləri almazdın. O nə dəlildir? Bu Sən sərdən özü şübhələ aparsan. Kimdən itirdin Azon? Sən mənə xəyanət edirsən. Kimsə o itirsən. Hardadır Azon? Hardadır? Yusuf qurban olum. Hardadır? Xəyanət edirsən mənə. Sən hardadır? Qaqaş, mən gələnə qədər özümə öldür. Mən qanım. Telefonu ver. Telefonu ver. Buradadır. Soruşuram buradadır, buradadır. Nesə vaxt axtarmıram bu diz pencəyi mən. Axşam toya getməliyəm. Gördü ki nə boydadır muskulları. Sən nə deyirəm burada, demək ki buradadır. Yusuf, nə Salam aleyküm əziz izləyicilər. Bu günləri sosial eksperiment keçirdəcəyik və Bakıda bir günü 10 manatla keçirməyə çalışacağıq. Salam aleyküm. Sal! Adam! Nə olub ay gedə, nə anqırırsan? Allah məni öldürsün. Bu nədir belə? Öldür də bunu. Bir dəqiqə. Nə olar mən bizonlu içib çıxıb gedirəm. Bu nədir ala belə? Bizon Max da tərkibi o birislərdən yaxşı, qiyməti də 1 manat daha ucuz. Yox, bu nə rahatçılıq. Salam aleyküm. Qardaş, ayıbdır, 20 dəqiqə deyə sizi gözləyirəm. Blokun ağzında kod var, telefonda da cavab vermirsiniz. Ayda, siz Allah üzrü sayın qardaş. Vallahi bayaqdan çimirəm, fikrimdən çıxıb təmiz. Bir dəqiqə mən bu əvəzini çıxaram. Yox, ehtiyac yoxdur qardaş, ona görə demədim. Özü siz niyə Bolt Plus-dan istifadə etmirsiniz? 4.99 ödəmək. Deməli, dostlar, bugünlük də videomuzun sonuna gəldik. Videomu bəyənməyi, kanala abunə olmağı, bildirimlər açmağı unutmayın. Hədəfimiz 50 like'dır. Sağ olun, salamat qalın.